Niyə hər münasibətdə tərk edilmə qorxusu və inamsızlıq yaşayıram mən? Gələn növbəti suallardan biri də bu idi sizlərdən. Bilirsiniz, hər şey yolunda gedərkən, mən bunu çox eşidirəm sizlərdən. Hər şey yolunda gedərkən atdığınız hər hansı bir qarşı tərəfə yazdığınız hansı bir mesaja gözlədiyiniz zaman gəlməyən cavab və yaxud da gözlədiyiniz o diqqəti ondan almamağınız dərhal sizdə o narahatlığı tətikləyir ki, inamsızlıq, qarşı tərəfdə hansı düşüncə yarandı, tərk edilirəmmi görəsən, bu düşüncələr yaranır. Qarşı tərəfə qarşı inamsızlıq. Əslində, bunun altında yatan səbəb qarşı tərəflə və sizin münasibətinizlə əlaqəli deyil qətiyyən. Bu sizin keçmişdə ya yaşadığınız hansısa qeyri-sağlam münasibət təcrübələrindən qaynaqlanır, ya da sizin təsdiqlənmə ehtiyacınızdan qaynaqlanır. Yəni, sevgi aclığınız və təsdiqlənmə ehtiyacınızdan. Nəzərə alın ki, bu döngü davam etdiyi müddətcə, bu cür davrandığınız müddətcə həm özünüz yorulursunuz, həm qarşı tərəfi yorursunuz və nəticədə o itirmə qorxusu ki, yaşadığınız bir düşüncədə, nəticədə onsuz da siz itirirsiniz həmin insanı. Bu, qarşı tərəflə heç bir əlaqəsi yoxdur, əziz insanlar. Siz bunun üçün öncə bunun altında yatan səbəblərlə üzləşməlisiniz. Əgər bacarmırsınızsa, mütləq ki, dəstək almalısınız.